Past simple geçmiş sade zaman, I did. Geçmiş sade zaman hakkında danışırıq. English Grammar News, İngilizce Gramatikası Lesson 5, 5. ders. Geçmiş sade zamanın düzəldilməsində fe'llər iki qrupa bölünür. Qaydalı fe'llər regular verbs və qaydasız fe'llər irregular verbs. Qaydalı fe'llərin düzəldilməsində fe'lin sonuna id şəkilsi əlavə etməklə düzəldirik. For example, cümləyə baxaq. Laura passed her exam because she studied very hard. Laura imtihandan geçti çünkü o çok okumuştu. Past fe'lin köküdür keçmək. İdi əlavə edirik buna. Past keçdi, study oxumaq, ona idi əlavə etməklə oxudu mənasını verir. Bəzi fe'llər qaydasızdır, ya onların kökü dəyişir, ya da fe'l olduğu kimi qalır. Write, wrote olur, see, saw, go, went, put dəyişmir, put. For example, cümləyə baxaq. I went to the cinema 3 times last week. Mən keçən həftə 3 dəfə kinoteatra getdim. Geçmiş sade zamanın sual ve inkar forması. Geçmiş sade zamanın sual ve inkar forması düzeltmek için biz did ve didn't köməkçi fe'lindən istifadə edirik. For example, I enjoyed the party a lot. Ben partiden çok zevk aldım. Did you enjoy it? Sen de ondan zevk aldın mı? Təsdiq formasında id şəkilsi var, ama sual ve inkar formasında biz id şəkilsini əlavə etmirik. Başka cümleye baxaq, inkar formasında I didn't buy anything. Mən heç nə almadım.